Bəzən həyat insanı bu mövzu ətrafında çox düşündürür. Mən kiməm? Çox sadə görünsə də, əslində həyat da sən bu sualın cavabını axtarmağa başladığın andan başlayır. Fikir versək görərik, uşaqlıqdan bizi beynimizə qazılanla böyütmək istəyirlər. Düşünürəm həyatda bütün problemlərin başlanğıcı da məhz buradan başlayır. Özünü tapa bilməməklə. Başqa sözlə desək, özünü itirmək. Zaman keçdikcə başa düşdüm ki, insanın ən böyük itkisi tanışını, ən dəyərlisini itirmək yox, özünü itirməkdir əslində. Əfsuslar olsun ki, elə cəmiyyətdə yaşayırıq, dəyişmək hər kəs üçün adi hala çevrilir. Özünü hələ tapmağa çalışanlar isə bu tələyə daha tez düşənlərdir. Cəmiyyət səni qəliblərə salmaq istəyir. Səndən uyğun qəbul etdiyini görmək istəyir. Sən isə bacarıb bunlara qarşı gələsən gərək. Əks halda sən də o toplumun qurbanına çevriləcəksən. Mənim üçün özünü tapmaq səssiz bir mərhələdir. Bu hər gün səhər güzgüyə baxıb özünlə üz-üzə qalmaqdır məsələn. Mən indi də axtarıram. Çünki bilirəm ki, axtardığım cavablar hardasa uzaqda deyil. Mənim öz içimdə. Bəzən insan özünü tapmaq üçün itirdikləri də olur. Mühiti, dostları, bəlkə də əvvəlki versiyası. Mənə görə əsl azadlıq kim olduğunu gizlətmədiyin o anda başlayır. Özümü tapmaq üçün çox yollar getsəm də, ən uzun olanı bu yolları bir də geriyə, yəni özümə qayıtmaq oldu deyə bilərəm. Çünki bizi biz edəcək, düşünürəm ki, bundan başqa heç bir şey deyil.